Hamıya salam aleyküm dostlar. Deməli bu günləri gündəlik vloqla başlayırıq və çalışacağam hər gün atım. Çünki bilirsiniz deyə mən tez-tez Dubai, Türkiyə zət gedirəm. Sizin üçün daha maraqlı olar. Yəni başqa insandan vloquna baxmaqdansa. Nəysə, indi nə edəcəm? Sırazu bir dənə düşəcəm mağazinə. Harda qalıram bunu falan göstərərəm Moskvada. İndi burada barda Azərbaycan və görürlər, şəkil çəkdirlər, öpüşürük, əmşirik, necə belə bir şeylər. Nəysə, məsələmiz o deyil. Sırazu düşürəm, 10 dənə yumurta alıram, evdə 3 dənə quvazok, amma ən əsaslı apelsinim qutarıb. Bir dənə gedirəm qaqaş. Apelsin alıram, apelsin sokunu sıxıram ac qarnına, içirəm qəşəngcə, orqanizmim təmizlənir, ondan sonra yumurtamızı tıxırıq. Çox danışmayacaq, ona görə də videonu like edib kanala abunə olmayı yaddan çıxartmayın. Bir də onu yadınızda saxlayın ki, yaxşı oğlan şort geyinməz. Mən yaxşı oğlan deyiləm. Yazın kommentdə. Şöyle də göstərim sizə. Neçə gündür ki, hava isti idi dəhşət. Bu günləri soyuğa durmuşam. Çünki hələ birdən-birə soyuqlar düşdü, atapleniya var, qızmayıb. Belə bir mənzərəsi var həyatımızın. Bu qabaqda moldur. Riviera Mall. Neyse, gedəyə qədər. Gedə bir dənə piçoruşkaya, yumurtamızı alaq, apelsinimizi alaq, bir dənə də çörək, lipyoşka da, понимаешь, узбекский lipyoşka da. Тут невозможно найти другие, да, блядь. Neyse də çox danışıram. Hava çox soyuq olduğu üçün dedim bir dənə kurtkanın da altından jaket geyinim. Çünki dəhşət soyuqda, yəni 5 dərəcə hava idi. Burada da bir dənə gicdiyim tutdu, fikir verməyin, onu sizə göstərmirəm. Onu mən kommentdə pis yazanlara göstərdim də, yəni da blət. Mən iç səsimdir, yəni beynimdə bu səslər dayanmır. Sonra qəş kurtkamı götürürəm qəşdən sakit. Geyinirəm, sakit vətəndaş kimi çıxıram, geyirəm piçoriçkama. Amma piçoriçkaya getməmişdən qabaq evdə məşq edib belə çıxmalıyam. Çörək bıçağını götürürəm qardaşım, belimə taxıram. Baxım görüm elə, indi olardı çöldə söhbət düşər, indi qoydu var sifətimdən. Bilməliyəm ki, necə bir reaksiya göstərməliyəm. Söhbət gedir, bir dənə qoydu var, beyin söndü. Çıxartdım 2 dənə, lavank, soxuram, ifsi. Söhbət də elə bununla da bağlanır yerində. Videonu bircə dəqiqəni saxlayırıq. Həm maraqlı vaxt keçirdim, həm də mənim üçün pul qazanmaq istəyirsənsə, elə indicənə videonu saxla, keçirsən mənim şəxsi Telegram qrupuma. Orada gündə maraqlı videolar paylaşılır, həm də ən güvənilir mərd saytı paylaşılır. Hansı ki, siz də oynayıb pul qazanıb çıxarış edə bilmirsiniz bir çoxunda, amma burada elə bir problemlər olmur. Keçirsiniz, depozit edirsiniz, qazancınızı da rahat şəkildə çıxardırsınız, komissiyasız. Ona görə də elə indicənə keçirsən qeydiyyatda, depozit verib mən kimi qazanırsan. Nəysə, uzatmayaq, getdik videomuza. 2 dənə bundan götürəcəm, bu da yaxşı gəlir səhər yeməyinə. 2 dənə də bundan götürüm günorta yeməyinə, çox dadlıdır dəhşət. Neçədir biri? 40 rubl, hardasa 80 qəpik. Bu da hardasa 90 qəpik belə. Yəni çox dadlı olur. Moskvada prosta demək var, ən bahalı şeylərdən biri meyvə tərəvəzdir, bir də göyərtilərdir. Baxın, göstərim sizə. Bu nədir? Kinza. Hələ indi endirim də. Bu boyda keşniş, indi bu dəqiqə 1 manat 30 qəpik. Amma başqa vaxt olur hardasa nə qədər 180 rublca da olur da, yəni 3.60 falan. Belə baxın, petruşka bu boyda. Bu boyda petruşka, yəni 2 qomda belə deyil. Petruşka 137 rubl, yəni ki 2 manat 75 qəpik. Bəli, çox ucuz. Gəlin sizə yığdıqlarımı göstərim. Bir dənə belə şaveldir, ondan aldım. Soğandır, keşnişdir, şüyüddür. Apelsindir, apelsin qiyməti neçədir? 219 rubl, yəni 4 manat. Xiyar pomidor hardasa gəlir çıxır 10 manat, 12 manat belə indiki vaxtda. Amma qəşəng apelsinlərdir, yəni pis gündə olanlar deyil. 4 dənə də apelsin götürəcəm. Üzüm ucuzdur. Hə, 500 qramdır ona görə. Kilosu gəlir çıxır 8 manat. Bu yenə də ucuzdur. Bunun kilosu 259 rubl, 6 manat falan. Bu qədər şey almışam. Bir dənə də geyirəm çayla içməyə Kinder Pingu alacağam. Çünki Azərbaycanda Kinder Pingu yoxdur. İndi bəlkə gəlibdir, bilmirəm. Gəlsə də ki, yəqin 2 manat falan olur. Deyək, Kinder Pingu budur. Biri gəlir çıxır 1 manat 50 qəpiyə. Burada da bahadır, amma Türkiyədə çox ucuzdur. Yəni 3 dənə də bundan götürüm çayla içməyə, bəlkə sonra çayla içərəm deyə. 3 dənə də bu. Ümumilikdə tutdu 910 rubl. Prosta yumurta yadımdan çıxmışdı. Getdim təzədən yumurtanı götürdüm. Deyib piçoriçka buradadır. Mən də bu qabaqda qalıram. Qabaq blokda. Bu da belə məhəlləmizdir. Prosta buradan düşməlisən aşağıda biraz. Böyle bir ki, əslində bağlı zona olacaq. Hələ ki bağlanmır.
Bu da Riviera Mall. Riviera Mall. İstəyirdim ac qarnına apelsin soku için. Prosta acından ölürdüm bunun tez bazar. Vurulmuşu. 4 saat yuxandırmışam yəni. Hələ də yemək yeməmişim. Gedim qəşəng bir dənə küşə hazırlayayım. Göyərti ilə. Gedər. Yaxşı oğlan, bala oğlan. Sana bak, kabramı var. Güya Nokia'da belə. Acından ölürdüm ya belə. Bu çox belə başqa bir şeydir də bu əlimdə olan var ya. Kəsmiyli belə bulkudu. Bir çoxunuz mənim əl dadımı bilmirsiniz, amma vaxtı ikən bu oğlan əlindən bir çox qızlar yemək yeyib mənə aşiq olublar, başa düşürsünüz. Nəysə, məzələnməyə çox. Mən nələr elədim onu deyim. Mən indi öz ağız dadıma uyğun elədim, amma ciyitşanlı olsaydı daha qəşəng olardı. Ciyitşandır nədir, ondan da otdan çıxır. Nəysə, kinzanı doldurdum, yəni keşniş gəldim, Azərbaycanski də, понимаешь? Keşnişi doldurduq, şüyüt az, yaşıl soğan biraz, bir də şpinatlar, bilmirəm bu Azərbaycan dilinə gedir, belə otdur. Şimdi bunlara qəşəngcə yuyacağam, əla. Sonra yumurtanı qıracağam 2 dənəsini, qarışdıracağam, baxaq görüm elə vidi. Yəni tək dadı yox ha, vidi də maraqlı olsun. Nə başa düşürsən qardaş? Yumurta var da burada, yumurta. 2 dənə yumurta bəs eləyər. Nəysə, keçək də indi. We are dreaming in the dark. We are nothing more than dust. Search but you stay lost. We are reaching for the stars, but we're making this too hard. And I wonder where you are. Yes, that's the part you always show, 'cause you're too curious. Maybe you should take it slow, mysterious. That's the part you always show, 'cause you're too curious. Maybe you should take it slow. Mən nə vaxt özümü tərifləyirəm, bax belə şeylər olmalıdır da yəni. Düzdür, çox da yanmadı, prosta qızardı da yəni. Göyərti qızaranda biraz o deyil. İstəyirdim belə 2 tərəfli qəşəngcə fırladım, sonra dilimliyim, elə yeyim, amma yeməyimiz də hazırdır qardaş. Biz yerdə otururuq, biz divanda zətdə oturmaq xoş. Mən qardaş kənd uşağı Dima Bivanam da yəni. Özüm kənd uşağım, düzdür, şəhərdə böyümüşəm indi. Nəysə oralara girməyək. Bizdə vilka bıçaq zad yoxdur yumurtada. Bax bu belədir idi, göstərim sizə. Yəni durum mən burada vilka ilə bıçaqla yeyim ki, güya indi belə indi mədəniyyəti onunla ölçürsüz siz. Mən bıçağı bir məqsədlə əlimə alıram, onu da qəşəng bilir sizdən. Nəysə, gecdəməyək. Ciddiyə dalmayın bəzi sözlərimi. Sonra sizdə var, yığırsınız sırazı. 3 rəqəmli nömrələrə şikayət gedir. Sizdə var. Başa düşürəm mən. Bilmirəm da kişi mən. Allaha and olsun, mən bilmirəm bu əldə nə yetişir. Buna bax. Bu yani taze sıkılmış portakal suyu. Anne bana portakal suyu verir misin lütfen? Estağfurullah, yemek yerim, söğüşsün, üzüldü sayın. Mən önce yemek yerine heç danışmıram. Kimsə bu videoya baxdı, azıcısa üzr istəmirəm. Yəni videoda hər şey var. İndi bəziləri başlayır. Bəlkə qardaş birinin imkanı yoxdur yemək yeməyə. Get o ay belə bax yenə ağzım açıldı yemək yeyəndə. Əslində Allahım qurban olmağın bağışlayın, bəzilərinə görə belə ağzı pis olmuşam da. Ona görə sən çox gözəl bilirsən bunu. Qardaş,
Birincisi, əgər mənim videoma kimsə baxırsa, onun evində interneti varsa, o kasıb deyil. Siz kasıbı seçə bilmirsiniz. Kasıb odur ki, cibində telefonu yoxdur, evində çörək pulusu yoxdur, normal davana bilmir. Yox, evində interneti ödəyə bilirsə 30-40 manat ayda, o deməli kasıb deyil, kasıb mənəm. Otur, burada yumurta göyərti yeyirəm. Mən əlimin dalı başqadır. Evdəkilərim də bilir ki, mən ildə bir dəfə yemək hazırlayarım, amma bomba hazırlayarım. Mən durum orada kuxnada nəsə eləyim. Mənlik deyil, kişinin öz işi var. Çıxıram çölə 2 dənə, vava qoyuram ki, məsələn, nə bilim, əlimi atıram belimə 2 dənə atıram qarnından. Всё. Mənim işim odur. 6 sekund bu da getdi. Yəni bunu da dibinə kimi. Nəysə, bugünkü videomuz bu qədər. Videonun qısa olma səbəbi odur ki, biz bu günləri test vlogu çəkirdik. Yəni ki, baxaq görməli, mənim günlüyüm sizə maraqlıdır ya yox. Mən inanıram ki, bu video heç olmasa bir 500 min like gələr və siz aktivliyinizi göstərərsiniz. Görsün video tutur qardaş, məndə nə var? Yəni, məndən nə var, belə deyək də. Yəni, mənə problem deyil, gedim Dubaya, nə bilim, gedim Türkiyəyə, gedim başqa bir ölkəyə, hansı ki vizasızdır. Yəni, mənə problem deyil. Siz öz aktivliyinizi göstərsəz, dostlarınızla paylaşsınız videonu, maraqlı gəlsizsə, mən də hər dəfə başqa ölkələrə gedib və ya başqa şəhərlərə gedəcəm, Rusiyanın şəhərlərinə ki, sizə çəkim maraqlı olsun. Bugünlük bu qədərdir yəni. Videonu like edib, kanala abunə olmayı yaddan çıxartın, məsələn bir dənə qəşəng komment atın. Öpürəm sizi Vazduşka, özünüzə yaxşı baxın. Sağ olun, mən də girim oyunuma. Kalaşımı bir dənə götürüm, Kavaşla. Qoyursan belə cırıq-cırıq olur.